Deməli uşaqlar, bugünkü dərsimiz bizim söz birləşmələridir. Söz birləşmələri haqqında danışacağıq. Söz birləşmələri nədir? Baxın, deyir söz birləşməsi leksik mənası olan iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Bu nə deməkdir? Baxın, əsas məsələ buradadır. Söz birləşməsi leksik mənası olan iki və daha artıq, yəni köməkçi nitq hissələri söz birləşməsinin yaranmasında bir rolu olmayacaq. Məsələn, deyirik ki, günəş işığı. Baxın, burada var günəş işığı. Günəş işığında günəş və işıq sözlərinin hər birinin leksik mənası varmı? Var. Günəş sözü də əsas nitq hissəsidir, işıq sözü də əsas nitq hissəsidir. Ona görə günəş işığı söz birləşməsidir. Amma birinin leksik mənası olmayanda söz birləşməsi yaratmayacaq. Məsələn, yazıram evə qədər. Bu söz birləşməsidir? Yox. Nəyə görə söz birləşməsi sayılmır? Çünki ev sözünün leksik mənası var, qədər sözünün leksik mənası yoxdur. Və biz şərtdə nə dedik? Dedik söz birləşməsi leksik mənası olan iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Evə qədər birləşməsində ev və qədər sözlərinin birləşməsindən yaranır. Qədər köməkçi nitq hissəsi olduğuna görə evə qədər birləşməsinə biz söz birləşməsi deməyəcəyik. Aydındır yəqin ki, bura qədər. İndi burada nə deyir? Deyir ki, birləşməsindən əmələ gəlir, anlayışları daha konkret ifadə edir. Daha konkret ifadə etmək nədir? Biri var deyirəm ki, günəş, biri də var deyirəm günəş işığı. Görürsünüz, günəş deyəndə tam konkret olmur. Yəni, söz birləşməsi sözə nisbətən daha konkretlik bildirəcək, daha konkret məzmun ifadə eləyəcək. Xalça sözü deyir, anlayışı ümumi şəkildə adlandırır. Baxın, burada söz verib xalça. Xalça ümumi bir anlayışdır. Amma muzeydəki xalçadan söhbət gedəndə bilirik ki, bizə hansı xalçadan söhbət eləyir? Muzeydəki daha konkretləşdirir, daha dəqiqləşdirir. Yəni, hər hansısa bir yerdəki xalçadan söhbət getmir, muzeydəki xalçadan söhbət gedir. Xalça söhbətini eləyəndə, xalça evdəki xalçadan da söhbət gedə bilərdi, bazardakı da, mağazadakı da və yaxud həyətdəki də. Amma burada görürsünüz, mağazadakı. Deməli, söz birləşməsi sözə nisbətən daha konkretlik, daha dəqiqlik ifadə eləyir. İndi gəlirik növbəti hissəyə. Söz birləşmələrinin uşaqlar iki tərəfi olur. Söz birləşmələrinin əsas və aslı tərəfləri olur. Həmişə ikinci tərəfə əsas tərəf deyəcəyik. Baxın, evin pəncərəsi. İkinci tərəfimiz bizim olacaq əsas tərəfimiz. Birinci tərəfimiz olacaq aslı tərəf. Söz birləşməsinin deyir aslı tərəfi əsas sözdən əvvəl gəlir. Yəni, birinci gələn tərəf hissəyə aslı deyəcəyik, ikinci gələn hissəyə əsas tərəf deyəcəyik. Və aslı tərəf, əsas tərəfi müxtəlif cəhətdən izah edəcək. Aydındır. Sonra burada görün nə yazılıb. Yazılıb ki, aslı tərəf bir neçə sözdən ibarət ola bilər. Bir neçə sözdən ibarət ola bilər məsələsi nədir? Məsələn, məktəbimizin 5-ci sinif şagirdi. Burada şagird sözü əsas tərəfdir, əsas. Amma məktəbimizin 5-ci sinif, bu isə bizim aslı tərəfimizdir. Yəni, aslı tərəf bir neçə sözdən ibarət ola bilər ifadəsində bunu bizə demiş olur. Məsələn, gəlin burada bir neçəsinə baxaq. Məsələn, burada A-ya baxaq. A-da nə deyir bizə? Deyir, söz birləşmələrinin aslı və əsas tərəfini müəyyən edin. Aslı tərəfi dəyişməklə yeni söz birləşmələri yaradacağıq. Məsələn, birincidə deyir, həyətin qapısı. Dedik, birinci gələn hissə olur aslı, ikinci gələn hissə olur əsas. Həyətin qapısında qapısı sözü əsas, həyətin aslı olur. Və yaxud həyətin qapısı yerinə həyətin sözünü silirik. Nə söz istifadə edə bilərik? Evin qapısı. Oldu yeni bir söz birləşməsi. Sonra yorğun görünən. Görünən əsas hissə, yorğun aslı hissə. Yorğun görünən, gümrah görünən. Yorğunu silirəm, gümrah sözünü qoyuram. Vətənə məhəbbət. Məhəbbət əsas, vətənə aslı tərəf. Anaya məhəbbət. Vətən sözünü silirəm, ana sözünü qoyuram. Anaya məhəbbət. Qiymətli hədiyyə. Hədiyyə əsas, qiymətli aslı tərəf. Qiymətli hədiyyə yenə bahalı hədiyyə. Dəyərli hədiyyə. Oldu başqa bir söz birləşməsi. Babamdan yadigar. Yadigar sözü əsas, babamdan oldu aslı tərəf. Nənəmdən yadigar, atamdan yadigar, qonşudan yadigar. Oldu digər söz birləşməsi. Tar çalmaq. Çalmaq olur əsas, tar olur aslı. Məsələn, gitara çalmaq, saz çalmaq, qarmon çalmaq. Dəyişdik elədik başqa bir söz birləşməsi. Qocaya hörmət. Hörmət əsas,
Qocaya nədir? Asılı tərəfdir. Anaya hörmət, böyüyə hörmət. Oldu başqa söz birləşməsi. Növbədə gözləyən. Gözləyən oldu. Əsas. Növbədə gözləyən oldu. Növbədə söz oldu asılı tərəf. Sırada gözləyən. Fərqli bir söz birləşməsi yaratdıq. Sərin hava. Hava oldu əsas. Sərin oldu aslı. Sərin hava yerinə isti hava, mehli hava. Bax, bu şəkildə yeni bir söz birləşməsi yarada bilərik. İndi uşaqlar, bir-iki dənə nümunə yazacağam. Ona əsasən deyəcəksiniz, bu birləşmədir, söz birləşməsidir və yaxud söz birləşməsi deyil. Məsələn, yazıram. Meşəyə tərəf gözəl hədiyyə. İndi deyin görüm hansı söz birləşməsidir, hansı söz birləşməsi deyil. Bir, Məhəmməd, de görək. Meşəyə tərəf söz birləşməsidir, gözəl hədiyyə söz birləşməsidir. Hər ikisi söz birləşməsidir. Xeyr. Bəs yaxşı, meşəyə tərəf nədir? Hər ikisinə, bax, uşaqlar, hər ikisinə söz birləşməsi dediniz axı. Hər ikisi söz birləşməsidir. Yox, anne. Meşəyə tərəf söz birləşməsidir, çünki tərəf qoşmadır. Ay, sağ ol. Bəli, İki sözündən eksik mənası oluyor. Ay, sağ ol. Bəli, meşəyə tərəfdə tərəf köməkçinin ikisəsi olduğuna görə bu söz birləşməsi saymırıq. Gözəl hədiyyəni isə söz birləşməsi sayırıq. Söz birləşməsidir. Sonra yaza bilərik bura. Kömək etmək. Uşaqlar, kömək etməyi söz birləşməsi kimi götürə bilərik. Götürə bilərik. Sevinç. Uşaqlar, kömək etməyi söz birləşməsi deməyəcəyik. Nəyə görə? Bax, söz birləşməsinin tərifini deyəndə nə dedik? Dedik, 2 və daha artıq müstəqil leksik mənalı. Burada kömək etmək bərabərdir bir dənə mürəkkəb feilə. Kömək etmək nədir? Mürəkkəb feilimizdir. Bu bir sözdür axı. Biz dedik, söz birləşməsi 2 dənə sözdən ibarət olmalıdır. Məsələn, yazsaq anaya. Anaya kömək etmək, ana bir sözümüz, kömək etmək də ikinci sözümüz. Bəli, anaya kömək etməsinə söz birləşməsi deyə bilərik. Çünki 2 dənə söz var. Ana bir söz, kömək etməyimiz bir sözdür. Nəyə görə bir sözdür? Çünki bizim mürəkkəb feilimizdir. Aydındır. Ona görə anaya kömək etmək söz birləşməsi sayılır, amma kömək etmək söz birləşməsi sayılmır. Aydındır uşaqlar? Bəli. Aha, belə. Sonra burada nə izah edə bilərik?